Herkese salam. Bugünlərim ismi yiyəlik halına bağlı bir video paylaşacağım. Nəyə görə ismi yiyəlik halına ayrılıqda bir video ayırmışam? Adətən ismin halları və yaxud da isim mövzusu ilə bir yerdə öyrədilir, amma mən sırf ismi yiyəlik halına ayrılıqda bir video paylaşıram. Səbəb odur ki, ismi yiyəlik halı Azərbaycan dilinin ən vacib, ən önəmli mövzularından biridir. Həm morfologiya üçün önəmlidir, həm sintaks üçün önəmlidir. Sanki sintaksin əsas qapısı ismin yiyəlik halından keçir. Əgər ismin yiyəlik halını bilmiriksə, bu o deməkdir ki, sintaksda işləməyimiz demək olar ki, qeyri-mümkündür. Yəni, bəzi mövzular xaric, yerdə qalan hallarda demək olar ki, qeyri-mümkündür. Amma ismin yiyəlik halı doğru bir şəkildə anlaşılarsa, öyrənilərsə, sintaksla bağlı bir çox sualların cavabı tapılır. Məsəl üçün, yiyəlik hal söz birləşmələrinin bir çox hissəsini, işini həll eləyir. Yiyəlik hal həmcins sözlərdə işi həll eləyir. Yiyəlik hal sintaktik təhlilin əsas məqamlarından biridir. Yiyəlik hal frazeoloji birləşmələri cümlə daxilində sintaktik təhlil eləyərkən ən vacib məqamlardan biridir və belə əlavələrin və belə bu formada kifayət qədər bunu davam elətdirə bilərik. Yəni, yiyəlik hal sintaksin əsas qapısıdır. Sanki sintaksi öz çiyinlərində daşıyır. Ona görə də yiyəlik hala ayrılıqda bir dərs ayırdım. Bilirik ki, yiyəlik hal yiyəlik sahiblik məzmunu bildirir. İki forması var, müəyyən yiyəlik hal, qeyri-müəyyən yiyəlik hal. Burada əsas məqsədim müəyyən və qeyri-müəyyən yiyəlik halı tapılma üsulları və sonra da onların digər mövzulara çıxışını izah eləməkdir. Bilirik ki, müəyyən yiyəlik halın üstündə şəkilçi olur. Yəni, bu hal şəkilçilidir. Bu hal şəkilçilidir. N+4 şəkilçisi vasitəsilə yaranır müəyyən yiyəlik hal. Amma bir şeyi yadımızda saxlamaq lazımdır ki, N+4-də Azərbaycan dilində düz 5 dənə funksiyası var. 5 dənə fərqli funksiyası var. Deməli, bizim qarşımıza çıxan hər N+4-ü biz müəyyən yiyəlik hal şəkilçisi kimi götürməyəcəyik. Onda burada nə çıxır? Problem çıxmış olur da, düzdürmü? Çünki yiyəlikdirmi, yiyəlik deyilmi? Biz bunu fərqləndirməliyik. Necə fərqləndirəcəm? Ümumiyyətlə, N+4 şəkilçisi nə ola bilər? Bildik ki, bu şəkilçi yiyəlik hal şəkilçisidir. Bu bir. 2, bu şəkilçi ikinci şəxsin mənsubiyyət şəkilçisidir. Mənsubiyyət şəkilçisi 3, bu şəkilçi adlardan, daha doğrusu feillərdən isim düzəldən leksik şəkilçidir. Sonra bu şəkilçi feillərdən feil düzəldən eyni zamanda leksik şəkilçidir. Buraya yazdığım l leksik anlamını ifadə edir. Bir də bu şəkilçi feillərdə feilin sırf əmr şəklinə aiddir. Bu ikinci şəxsdə şəxs sonluğudur. Şəxs şəkilçisidir, şəxs sonluğu. İndi burada diqqət edin, məsəl üçün yadda saxlama üsulu kimi. Həm adlarda, isimlərdə ikinci şəxsdə mənsubiyyət şəkilçisidir, həm də feillərdə sırf əmr şəklində ikinci şəxsdə şəxs sonluğudur. Çünki feilin əmr şəklinin şəxs sonluğu Azərbaycan dilində digər şəxs sonluqlarından fərqlənir. Onun şəxs sonluqları özünə məxsusdur. İndi gəlin bunları araşdıraq görün. Məsəl üçün, harada nə olur? Əvvəlcə bu üçlüyü sizin üçün izah edeyim, sonra yiyəliklə mənsubiyyəti ayırmağa çalışaq. Gəlin başlayaq, məsəl üçün, feillərdən isim düzəldən leksik şəkilçi kimi. Yadımızda saxlayırıq ki, əgər bu şəkilçi feillərdən isim düzəldibdirsə, həmin sözün başlanğıc formasının sualı nə olacaqdır? Məsələn, yazıram ki, əkin yerləri suvarıldı. Tutaq ki, belə bir cümlə yazıram. Suvarıldı. Əkin yerləri suvarıldı. Neysə, feilim yaxşı düşmədi, yoxdur. Baxın, burada ın şəkilçisi var. Bu görsənir burada.
Tərkibə görə işləyirəm. Sözün kökü əkmək fiilidir. Əkmək fiilindən əkin ismi yaranır. Çünki bu sözün başlanğıc forması nə sualına cavab verir. Biz də burada qeyd elədik ki, əgər o feillərdən isim düzəldən leksik şəkilçidirsə, həmin sözün başlanğıc forması nə sualına cavab verəcək. Ümumiyyətlə yadda saxlamaq lazımdır ki, sözün nitq hissəsini tapanda mütləq şəkildə onun başlanğıc formasına sual vermək lazımdır. Və yaxud da feillərdən feil düzəldən leksik şəkilçi kimi araşdıraq. Yadımızda saxlayırıq ki, deməli, əgər bu şəkilçi feillərdən feil düzəldən leksik şəkilçidirsə, bu hissəni siləcəm, çünki yerimiz qalmır orada. Feillərdən feil düzəldən leksik şəkilçidirsə, həmin şəkilçinin sualı nə et sualı olacaqdır, nə etmək, başlanğıc forma. Baxın, isimlərdə nə sualına cavab verir? Feillərdə isə o şəkilçi nə et sualına cavab verəcəkdir, əgər feil düzəldən leksik şəkilçidirsə. Məsəl üçün, burada yazıram. Güneş göründü. Güneş göründü. Baxın, burada ın şəkilçisi var. Sözün kökü görmək, üstündə də ün şəkilçisi var. Düş şuhudi keçmiş zaman şəkilçisidir. Başlanğıc formaya baxdım. Oldu görünmək, görün. Buna sual verə bilirəm. Feil düzəldən leksik olanda yadımızda saxlayırıq ki, ondan sonra həmişə maq məstər şəkilçisini də artırmaq mümkündür də. Çünki feilin istənilən bir leksik şəkilçisindən sonra maq məstəri artırmaq mümkündür. Yəni burada sonrada qalan hissəni atıb, baxın bura görünmək artıra bilirəm. Görünmək sözünə də sual verəndə bu olur. Nə et, nə etmək və yaxud da sualına cavab verəcək. Deməli ki, buradakı nə oldu? Feil düzəldən leksik şəkilçi oldu. Sonra gələk orada nə var idi? Şəxs sonluğu kimi işlənməsi. Məsəl üçün deyirəm ki, işə vaxtında gəlin. İşə vaxtında gəlin. Məsəl üçün, beləsi bir cümlə yazıram. Baxın, burada da ın var. Yadımızda saxlayırıq ki, feilin əmr şəkli də nə et sualına cavab verəcəkdir. Amma məsəl üçün, soruşa bilərsiniz ki, bəs mən nə bilim ki, feil düzəldən leksikdir, yoxsa feilin əmr şəklinin şəkilçisidir. Yəni, oranı necə ayırım? Əmr şəkli olanda bu şəkilçi qrammatik şəkilçi olur və bundan sonra maq məstər şəkilçisini artırmaq mümkün deyil. Gəlinmək sözü yoxdur. Ona görə də və burada sözün başlanğıc forması da gəldi. Və yaxud da feillərdə bunu inkarla da yoxlaya bilərsiniz. Əgər leksik şəkilçidirsə, siz inkarı artıranda o inkar şəkilçisi leksikdən sonraya düşəcək. Amma yox, əgər bu şəkilçi qrammatik şəkilçidirsə, inkar şəkilçisi ondan əvvələ düşəcək. Məsəl üçün, bura artırsaq, bu hissəyə gəlib düşəcək. Olacaqdır, gəlməyin. Yəni, bu şəkilçi inkardan sonra qalacaq. Deməli ki, bu feilin burada əmr şəklinin şəxs sonluğu kimi işlənibdir. Və gəldik bizə yiyəlik halına mənsubiyyət şəkilçisini fərqləndirməyə ki, testlərin ən çox verilən variantları bunların üzərində işlədir bizi. Əmr şəklidir, yoxsa, daha doğrusu mənsubiyyət şəkilçisidir, yoxsa yiyəlik hal şəkilçisidir. Bunu bilmək lazımdır ki, əgər o şəkilçi ını qəbul eləmiş şəkilçi ya mənsubiyyət şəkilçisidirsə, daha doğrusu, yiyəlik hal şəkilçisidirsə, ını qəbul eləmiş şəkilçi söz, yiyəlik haldırsa, buradakı ın yiyəlik haldırsa, ın üstü 4, eybəcərdə yazıram, ın üstü 4. Əgər bu yiyəlik haldırsa, siz ın üstü 4'ü qəbul eləmiş sözü götürüb, onun yerinə onun əvəzliyini artıra bilərsiniz. Əgər artıra bilirsinizsə, bu o deməkdir ki, o yiyəlik haldadır. Yox, əgər artıra bilmirsinizsə, bu o deməkdir ki, o yiyəlik halda deyil, mənsubiyyət şəkilçisidir. Oradakı ın üstü 4 mənsubiyyət şəkilçisidir. Məsəl üçün, belə bir cümlə yazıram. Deyirəm ki, işin çox maraqlıdır. Bir də yazıram ki, işin çoxu maraqlıdır. Bir də cümləni belə yazıram. İşin çoxu maraqlıdır. Aha. Hər ikisində eyni sözdən istifadə elədim və hər ikisində də ın üstü 4 şəkilçisi var. İndi baxın. Bunu buradan götürüb yerinə qoyuram onun. Onun çox maraqlıdır. Belə bir cümlə olmaz. Məsəl üçün, bunu buradan silib yerinə onun qoyuram. Onun
Çox maraqlıdır. Belə bir cümlə olarmı? Olmaz. Olmaz. Deməli, olmazsa buradakı in şəkilçisi mənsubiyyətin şəkilçisidir. Çünki bunu əvəzləyə bilmədim. Yəlik hal olmayanda, mənsubiyyət olanda bunun əvvəlinə sənin də gedə bilir. Sənin işin çox maraqlıdır. Deməli ki, bu mənsubiyyət şəkilçisidir. İndi gəlin bura baxaq. İşin çoxu maraqlıdır. Bunu silib onun çoxu maraqlıdır formasında işlədə bilərəm. Onun deyəndə orada düzdür, biraz qeyri-müəyyənlik alınır, söhbətin nədən getdiyini bilmirik, amma yenə də cümlə olaraq doğru bir cümlədir. Qrammatik cəhətdən doğru bir cümlədir. Onun çoxu maraqlıdır. Bu formada işlədə bilirəm. Deməli ki, buradakı ın şəkilçisi nə şəkilçisidir? Yiyəlik halın şəkilçisidir. Aha, növbəti cümlələrimizin üzərində baxaq. Məsəl üçün, burada evin sözündə, sözün kökü evdir. Burada in şəkilçisi var. Aha. Bunu götürək, yerinə qoyaq onun. Onun uzaqdır. Belə cümlə olmur. Olmadığına görə bu olur mənsubiyyət. Mənsubiyyət olduğunu bir də yoxlamaq üçün, məsələn, bunun əvvəlinə sənin də gətirə bilərəm. Sənin, baxın, bura gəlir sənin evin uzaqdır. Bu formada işlədə bilirəm də, düzdürmü? Sənin evin uzaqdır. Olur. Deməli ki, buradakı in mənsubiyyət şəkilçisidir. Bəs bu mənsubiyyət olanda nə baş verir? Adlıq halda olur. Yəni söz adlıq haldadır, yiyəlik halda deyil. Adlıq hal bilirik ki, ismə məxsus 4 qrammatik şəkilçi var. Onlardan 3-ünü mənsubiyyəti, cəmi və xəbərli şəkilçilərini qəbul edə bilir. İndi gəldik bura. Sözün kökü ev, burada da in şəkilçisi var. Evin uzaqlığı bizi yordu. Onun uzaqlığı bizi yordu. Cümlə doğrudurmu? Cümlə doğrudur. Deməli ki, onda burada yiyəlik hal şəkilçisi işlənibdir. Yəni, evin sözü burada yiyəlik haldadır. Bir də təkrarlayıram. Əgər ın şəkilçisinin yiyəlik yoxsa mənsubiyyət olduğunu tapmaqdan ötürü, yoxlamaqdan ötürü əvvəlinə, daha doğrusu həmin sözü götürüb yerinə onun əvəzliyini qoyuram. Əgər onun əvəzliyini qoya bilirəmsə, o sözü götürüb, deməli o söz yiyəlik haldadır. Qoya bilmirəmsə, mənsubiyyət şəkilçisidir. Gəlin bunu bir neçə dənə test nümunəsinin üzərində baxaq. Belə. Burada deyir ki, tünd qara hərflərlə yazılmış isimlərdən, bizdən isim istəyir. Baxın, isimlərdən deyir, diqqətdə saxlayırıq. Hansılar yiyəlik haldadır? Sözün kökü əsər, in şəkilçisi var. İni gördüm burada. Aha, əsərin məzmunu çox maraqlı idi. Yerinə qoya bilirəm bunu götürüb. Onun məzmunu çox maraqlı idi. Deməli ki, bir də burada isim istədiyinə görə sözün başlanğıc formasına baxmaq lazımdır. Sözün başlanğıc forması nə? İsimdir. Ona görə bir doğru cavabdır. Burada da sözün kökü ev, in. Mən ümumiyyətlə hər zaman öz işlədiyim dinləyiciyə birinci növbədə əgər şərtdə nitq hissəsi tələbi qoyulubdursa bizə, həmişə digər məqamları yoxlamaqdan əvvəl oradakı nitq hissəsini yoxlamağı məsləhət görürəm. Çünki testlərin ən çox səhvə gedən məqamlarından biri nitq hissələrinə baxılmamaqdır, nitq hissələrinə diqqət edilməməkdir. Burada evin başlanğıc forma nədir? Evdir. Bu isimdir. Evin çoxdan tikildiyi sənəddə qeyd olunub. Götürürəm yerinə qoyuram. Onun çoxdan tikildiyi sənəddə qeyd olunub. Mümkündürmü? Mümkündür. Özü də isim olduğuna görə deməli nədir? Testin növbəti cavabı biri də oldu 2. Sonra gəlib də telefonun evdə qalıbdır. Sözün kökü telefon. Burada da un şəkilçisi var. Başlanğıc forma telefon nə? Bu isimdir. Telefonun evdə qalıb, onun evdə qalıb olmur. Deməli ki, 3-dəki yiyəlik hal şəkilçisi deyil, o mənsubiyyət şəkilçisidir. Bu sözlə heç işləməyəcəm. Nəyə görə? Düzdür, bu söz yiyəlik haldadır, amma şəxs əvəzliyidir. Bu isim deyil, şərt məndən isim tələbi qoymuşdu. Bu sözün başlanğıc forması şəkildir. Şəkil sözü isimdir. Burada in şəkilçisi var. İndi bunu yoxlayıram. Şəklin divardan asılmışdı. Onun divardan asılmışdı eləmək olmadığına görə, deməli ki, buradakı in yiyəlik hal deyil, mənsubiyyət şəkilçisidir. Və yaxud da bayaqlarım dedik ki, mənsubiyyət şəkilçisi sözün əvvəlinə nə gətirmək mümkündür? Sənin əvəzliyini gətirmək mümkündür. Sənin şəklin divardan asılmışdı. Bu da mümkün olduğuna görə deməli ki, bu da doğru cavab deyil. Deməli, testin doğru cavabı 1 və 2-dir. Sonra gəldik növbəti testə. Burada deyək ki, hansı cümlələr yiyəlik hallı sözlə başlayıbdır. Burada bizdə artıq nitq hissəsi tələbi qoymadı. Yəni, biz də nitq hissəsinə diqqət eləməyəcəyik. Sadəcə axtardığımız nədir? Yiyəlik halın tapılmasıdır. Sadəcə biz buna işləyəcəyik. Aha. Gözlərin sözündə baxıram ki, in şəkilçisi var. Gözlərin sözündə in şəkilçisi var. Burada in var.
Onun gözlərin hələ yuma bilmirdi. Bu mümkün deyil. Ona görə də bu yəli halda deyil, mənsubiyyətdir. Bu getdi. Mənim uğurum sizi narahat etməsin. Yadımızda saxlayırıq ki, şəxs əvəzlikləri ümumiyyətlə mənsubiyyət qəbul edə bilmir. Şəxs əvəzliyidirsə və üstündə ya ın üstüdür, ya da ki, görürsünüzsə, birinci şəxsin tək və cəmində, həm təkində, tək və cəmində, həm təkində, həm cəmində yəli halın ını ıma çevrilir. Ona görə də mənim, bizim olur. Yəni burada im olur. Ona görə də bu həmişə yiyəli haldır. Burada da bizə nitq hissəsi tələb qoyulmadığına görə, deməli 2 mənim testimin doğru cavabıdır. Qucağın ana qucağı tək doğmadır vətən. Burada ın şəkilçisi var. Onun ana qucağı tək doğmadır vətən olmadığına görə bu yiyəlik deyil, bu mənsubiyyət şəkilçisidir. Bu da getdi buradan. Bizim elə burada izah elədiyim də eyni şeydir. Bizim burada mənsubiyyət nədir? Mənsubiyyət deyil, yiyəlik haldır. Deməli, testimin bir cavabı 4-dədir. 2, 4. Sonra gəldik. Fikrin özəyi təmiz oldusa, gələcəkdən narahat olma. Burada ın şəkilçisi var. Onun özəyi təmiz oldusa, gələcəkdən narahat olma. Biri də testin doğru cavabının, biri də 5-dədir. Çünki onunla əvəzləyə bilirəm. Deməli, testimin doğru cavabı Y variantıdır. Mən burada A variantını 1-ə qaydacam yenidən. Sözün kökü burada göz sözüdür. Sonra deyirsiniz ki, müəllim oranı demədi. Göz sözüdür. Gözlər cəmdir. Gözlərin hələ də yuma bilmirdi. İ mənsubiyyətdir. Burada n təsirli halın bitişdiricisidir. Əslində bu söz təsirli haldadır. Gözlərini hələ də yuma bilmirdi bu formada. Ümumiyyətlə burada ın şəkilçisi yoxdur. Gözləri, onun gözləri, öz gözləri n da təsirli halın bitişdiricisidir. Bu da belə. Burada da yenə yəlik hallı, amma bizdən nə istəyir? Yenə isim tələbi qoydu. Yəni bu o deməkdir ki, testin şərtində 2 dənə sual var. A variantını avtomatik siləcəm, çünki bu isim deyil, getdi. Fikrin hələ də aydın olmurdu. Burada in şəkilçisi var. Fikrin onun hələ də aydın olmurdu, mümkün deyil. Deməli, bu da yəlik hal deyil. Oğlun, burada da un şəkilçisi var. Oğlun sənin başını aşağı etməz, onun sənin başını aşağı etməz, mümkün deyil, bu da getdi. Gülün dedik, arsızlıq edin demədik. Burada da ün şəkilçisi var, bayaqlarım orada izah elədiyim bir məqamdır. Burada gülün, sual verin buna, nə edin? Nə etmək sualına cavab verir, nə et sualına cavab verir. Yəni bu burada sadəcə feilin əmr şəklidir. Bu da buradan getdi. İnkar şəkilçisi artırsam olacaqdır gülməyin. Baxın, bu formada olacaqdır. Gülməyin. Aha. Baxın, inkar şəkilçisi artıranda inkar ondan əvvələ düşdü, önə düşdü. Deməli ki, buradakı in qrammatik şəkilçidir. Qrammatik olanda da nə olur? Şəxs sonluğu olur, çünki feildir. Gülün ətri otağa yayılmışdı. Burada ün şəkilçisi var. Burada D ilə Y variantlarını bir-birinə oxşar veriblər. Qəsdən verilmiş bir şeydir ki, diqqətdən qaçsın. D'dəki gülmək, gül feildir, gülün, amma buradakı Y'dəki isimdir. Bizdən də isim şərti qoymuşdu onsuzca da. Onun ətri otağa yayılmışdı. Mümkün olduğuna görə deməli testimin doğru cavabı olur Y variantı. Və gəldik qeyri-müəyyən yəli hala. Davamda qeyri-müəyyəni izah edək. Qeyri-müəyyən yəli halın bilirik ki, onun şəkilçisi olmur. Yəni o bənzəyir adlı hala. Ümumiyyətlə bir şey yadda saxlamaq lazımdır ki, əgər bizə ismin halını tapmaqla bağlı sual, şərt qoyulubdursa və orada sözün üstündə şəkilçisiz, belə deyək, şəkilçisiz verilibdirsə sözdə, şəkilçisiz verilibdirsə, yəni hal şəkilçisindən gedir söhbət. Orada cəm ola bilər, mənsubiyyət ola bilər, xəbərlik olmaz. Xəbərlikdə əziyyət çəkməyəcəksiniz. Cəm və yaxud da mənsubiyyət ola bilər. Hal şəkilçisi də yoxdur. Avtomatik bunu gedib götürürlər adlı halda. Çünki biz öyrənmişik ki, adlı hal şəkilçisiz halda. Amma diqqətdə saxlamaq lazımdır ki, əgər söz şəkilçisizsə, o ya qeyri-müəyyən yəli haldadır, ya qeyri-müəyyən təsirli haldadır.
sonda adlı haldadır. Yəni buna üçüncü versiya olaraq gəlir. Həmişə birinci qeyri-müəyyən yiyəliyi yaxud da qeyri-müəyyən təsirliyi yoxlamaq lazımdır. Bu ikilik tapılandan sonra gördüm ki, bu ikilikdə deyil. Ondakı söz adlı halda olacaq. Amma birinci mütləqdir ki, bu ikilik yoxlanılsın. Çünki adətən o hissədə çaşdırılır. İndi mən qeyri-müəyyən təsirliyi yox, qeyri-müəyyən yiyəliyi izah edəcəm sizə. Necə tapmaq lazımdır. Yadımızda saxlayırıq ki, əgər söz qeyri-müəyyən yiyəlik haldadırsa, qeyri-müəyyən yiyəlik. Əgər söz qeyri-müəyyən yiyəlikdirsə, plus mütləq şəkildə onun özündən sonra üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul eləmiş söz gəlməlidir. Yəni bu məcburdur. Başqa versiyası yoxdur və həmin söz qeyri-müəyyən yiyəlik halda olan söz məcburdur ki, məna cəhətdən də, qrammatik cəhətdən də bu sözə bağlı olsun. Yəni onlar ikisi bir yerdə işlənsinlər. Buradakı söz gedib bu qeyri-müəyyən yiyəlikdə olan söz gedib başqa bir sözə bağlanmasın. Qeyri-müəyyən yiyəliyin düz yanında üçüncü şəxsin mənsubiyyəti olan söz gəlir və o da məna cəhətdən ora bağlanmalıdır. Məsəl üçün yazaq ki, məsələn, çiçək ətri yazıram ki, çiçək ətri, bir saniyə. Çiçək ətri otağa yayılmışdı. Çiçək ətri otağa yayılmışdı. Baxın, çiçək sözünün üstündə heç bir şəkilçi yoxdur. Yanında ətri, sözün kökü burada ətirdir. Burada saitin düşməsi sizi narahat eləməsin. İ şəkilçisi var. Aha. Çiçək ətri. Üçüncü şəxsin mənsubiyyətidir. Bunu eynən yiyəlikdəki kimi onun ətri də eləyə bilərsiniz. Baxın, onun ətri otağa yayılmışdı. Bu formada işlədə bilirik, yiyəlikdə olduğu kimi. Sadəcə orada təsirliyə qarışdıra bilərik. Ona görə də yandakı sözə baxıram. Üçüncü şəxsin mənsubiyyəti var. Çiçək sözü nə ilə bağlıdır? Ətri sözünə bağlıdır. Çiçəyin ətri otağa yayılmışdı. Yenə təkrarlayıram, yaxud da onun ətri otağa yayılmışdı. Demək ki, burada çiçək sözü qeyri-müəyyən yiyəlik haldadır. Və yaxud da bir başqa nümunədə baxaq. Məsəl üçün, deyirəm ki, mənim kənd yerlərindən xoşum gəlir. Məsəl üçün, belə bir cümlə. Burada kənd sözünə, yəni biz qeyri-müəyyən axtarırıqsa, avtomatik nəzərimizi üstündə hal şəkilçisi olmayan sözlərə yönəltməyə başarmalıyıq. Burada kənd sözünün üstündə baxıram ki, hər hansısa bir hal şəkilçisi yoxdur. Gəlirəm yerləri sözünə. Kənd, yerlər, burada cəmdir, indi bu tərəfə düşdü. Yerlər, burada var, düzdürmü? İ şəkilçisi var. Kənd yerləri, buradakı n bitişdiricidir. Üçüncü şəxsin mənsubiyyət şəkilçisidir. Kənd sözü nəyə bağlıdır? Kəndin yerləri buna bağlıdır. İndi deyək və yaxud da mənim onun yerlərindən xoşum gəlir. Bu formada da işlədə bilərsiniz. İndi deyərsiniz ki, axı kəndin yerləri demək doğru deyil. Məna cəhətdən bəli, doğru deyil. Ona görə doğru alınmır ki, bütün qeyri-müəyyən yiyəlikləri müəyyən yiyəliyə çevirmək olmur. Burada həmin qayda işə düşür. Sadəcə baxırsan ki, sən bu söz, kənd sözü nəyə bağlıdır? Yerləri sözünə bağlıdır da. Cümlədə əlaqələndiyi söz odur. Kənd xoşum gəlir, nə bilim mən, heç bir sözə başqa bir sözə bağlı deyil də, kənd yerləri sözünə bağlıdır. Deməli ki, onda kənd sözü orada qeyri-müəyyən yiyəlik haldadır. İndi bir başqa nümunə yazaq. Məsəl üçün, yazıram ki, çiçək ətri ətrafa yayılan bitkidir. Buradakı çiçək sözü nə ilə əlaqəlidir? Bitkidir sözünə əlaqəlidir. Çiçək bitkidir. Sintaktik təhlillə də tapa bilərsiniz. Bitkidir nə? Çiçək. Özü müstəqil şəkildə o da cümlə üzvü. Deməli ki, buradakı çiçək ətri bitki deyil də. Yəni bu söz ətri sözünə, çiçək sözü ətri sözünə bağlanıb, ətri sözü bitki sözünə bağlanmır. Ətri sözü özü ayrılıqda bağlanır. Ətri yayılandır. Ətri sözü yayılana bağlıdır. Çiçək sözü isə bitki sözünə bağlıdır. Yəni o ətri sözünə bağlanmadan cümlədə başqa bir sözə bağlana bilirsə, deməli ki,
qeyri-müəyyən yiyəlik halda olmayacaqdır. Yanındakı ətri sözü də mənsubiyyət şəkilçisi qəbul edib, amma yenə də çiçək sözü ona bağlanmadığına görə orada qeyri-müəyyən yiyəlik halda götürülmür. İndi gəlin bunlara test üzərindən baxaq. Deyir bizə yiyəlik hallı isimlərdən birini müəyyən yiyəlik hala çevirmək olmur. Bayaqdan dedik ki, bütün qeyri-müəyyən yiyəlik halları müəyyən yiyəliyə çevirmək olmur. Bu özü ayrılıqda bir qaydadır. Məktəb qapısı, məktəbin qapısı eləyə bilirəm. Deməli ki, bu çevrilə bilir. Bu getdi, çevrilmək olmur istəyir bizdən. Gəncə şəhəri, baxın, Gəncənin şəhəri deyə bilmirəm. Müəyyənlə qeyri-müəyyən fərqi odur ki, müəyyən konkretlik bildirir, qeyri-müəyyən isə qeyri-konkretlik bildirir. Yəni, müəyyəndə konkret bir nədənsə söhbət gedir. Məsəl üçün, hər hansı bir məktəbin qapısından söhbət gedir. Amma qeyri-müəyyəndə ümumilikdə bir fikir gedir. Gəncə şəhəri, axı şəhər konkret olaraq Gəncəyə mənsub deyil, məxsus deyil, onun yiyəsi Gəncə deyil. Ona görə də o qeyri-müəyyən yiyəliyi müəyyən yiyəliyə çevirmək olmur. Yenə də mənacı, qrammatik cəhətdən Gəncə sözü şəhəri sözünə bağlı olduğuna görə qeyri-müəyyən yiyəlikdə götürürük. Testimizin doğru cavabı olur B variantı. Kişi sözü kişinin sözü işlədə bilərəm. Vətən həsrəti vətənin həsrəti işlədə bilərəm. Məsəl üçün deyirəm ki, vətənin həsrəti dözülməz olur cümləsini qura bilərəm. Çörək ətri, çörəyin ətri. Çörəyin ətri ətrafa yayılmışdı cümləsini işlədə bilərəm. Deməli ki, mənim doğru cavabım nə olacaqdır? B variantı doğru cavab olacaq. Sonra deyir ki, hansı nümunədə qeyri-müəyyən yiyəlik halda olan, baxın, testin şərtini, ümumiyyətlə testləri işləyərkən həmişə birinci olaraq şərtini həll eləmək lazımdır. Testin şərtini doğru almaq, oradakı sualları dənə-dənə doğru tutmaq lazımdır. 2 isim istəyir bizdən. Bir də təkrarlayıram, yiyəlik hal istəyirsə, qeyri-müəyyən yiyəlik hal istəyirsə, üstündə hal şəkilçisi olmayan sözlərlə işləmək lazımdır. Cəlalın sözündə ın şəkilçisi var. Cəlalın cavabı, onun cavabı bu müəyyən yiyəlik haldır. Müəllimi qane etdiyi, burada yoxdur o formada. Bir də müəllim sözü var burada. Üstəgəl də burada isim istəyibdir bizdən. Müəllim o təsirli halda da A variantı getdi. Hamımız iftar süfrəsi ətrafında toplaşmışdıq. İsimlər hansılardır burada? Biri iftar sözüdür, biri süfrəsi sözüdür, bir də ətraf sözüdür. Bu 3 dənə söz isimdir. İndi gəlin baxaq. İftar sözünün üstündə hal şəkilçisi yoxdur. İftar sözü qrammatik cəhətdən nəyə bağlıdır? İftarın süfrəsi buna bağlıdır. Yanında da 3-cü şəxsin mənsubiyyəti varmı? Var. İftarın süfrəsi çevrilə bilməyən qeyri-müəyyən yiyəlik haldadır. Deməli, biri oldu iftar sözü, gəldik süfrəsi sözünə. Süfrəsi, bayaqdan demişdim, qeyri-müəyyən yiyəlik və yaxud da qeyri-müəyyən təsirli olsa, mənsubiyyət də qəbul edə bilər, cəm şəkilçisi də qəbul edə bilər. Burada mənsubiyyət qəbul edibdir. Yanındakı sözün kökü, ətrafı, burada 3-cü şəxsin mənsubiyyəti var. N bitişdirici dairli hal şəkilçisidir. Süfrəsinin ətrafında, belə deyə bilirəm də, düzdürmü? Süfrəsinin ətrafında toplaşmışdıq. Buna da nın şəkilçisini qoya bilirəm deyənə və yaxud da süfrəsi sözü özü də nəyə bağlıdır? Ətrafı sözünə baxın. İftar süfrəsi, süfrəsinin ətrafı. Yanındakı mənsubiyyət şəkilçisi sözə bağlıdır. Deməli ki, süfrəsi sözü də qeyri-müəyyən yiyəlik haldadır. Deməli, mənim testimin doğru cavabı oldu B variantı. Amma burada diqqət eləmək lazımdır. Şərtdə bizə 2 dənə istəyib. Bir də görürsünüz ki, beləsi testlərdə 2 dənə yerinə 3 dənə verir və ikisini tapandan sonra biz 3-cüyə baxmayanda artıq testin cavabı səhv gedir. Röya sınaq imtahanında uğur qazandı. Burada röya sözünün üstündə hal şəkilçisi yoxdur. Amma sınaq sözünün üstündə də 3-cü şəxsin mənsubiyyəti olmadığına görə heç röya sözünə işləməyəcəm. O qeyri-müəyyən yiyəlik halda ola bilməz. Sınaq sözünün üstündə hal şəkilçisi yoxdur, amma sözün kökü burada imtahan, şəkilçi sınaq imtahanını bitişdiricidir. Sınağın imtahanı, bu da buna bağlıdır. Yanında 3-cü şəxsin mənsubiyyəti var. Deməli ki, bu qeyri-müəyyən yiyəlik haldadır. Uğur qazanmaq bir yerdə frazeoloji birləşmədir. Burada isim ümumiyyətlə yoxdur. Bu da getdi. Burada bir dənə oldu. Ramazan bayramını böyük təntənə ilə qeyd etdik. Ramazan sözünün üstündə hal şəkilçisi yoxdur. Baxıram bayram sözünə. Bayram sözü, bayram, Ramazanın bayramı. Ramazan sözü də məna cəhətdən nəyə bağlıdır? Qrammatik cəhətdən bayramı sözünə, yanında 3-cü şəxsin mənsubiyyəti var. Deməli, burada Ramazan sözü qeyri-müəyyən yiyəlik haldadır. Başqa yerdə isə belə bir məqam yoxdur. D variantda getdi. Şahin sözünün üstündə hal şəkilçisi yoxdur. Yanındakı sözdə də 3-cü şəxsin mənsubiyyəti olmadığına görə
ümumiyyətlə araşdırmıram. Yeni mövzunu, burada U özü təsirli halın şəkilçisidir. Y variantında da ümumiyyətlə qeyri-müəyyən yiyəlik hal yoxdur. Deməli ki, burada doğru cavab yoxdur. Bu suala baxaq. Deyək ki, hansı cümlədə qeyri-müəyyən yiyəlik hallı isim işlənmişdir? Deməli, şərtin tələbi bizdən nədir? Şərtin tələbi bizdən ismin olmasıdır. Bax, bizdən isim istəyir burada. Gözəl sözləri bizə əbədi xatirədir. Burada şəkilçisiz isim istədiyinə görə isim bir sözüdür. Sözləri sözün üstündə i var, mənsubiyyəti var, amma yandakı sözün üstündə mənsubiyyət yoxdur. Burada ümumiyyətlə olmayacaq getdi. B variantında isimlər biri poema sözüdür. Elə bircə dənə budur, başqası yoxdur. Burada qələmə alınmaq frazeoloji birləşməli getdi burada. Onun poemaları, bu özü yiyəlik, bu da onun mənsubiyyətidir. Yandakı sözün üstündə üçüncü şəxsin mənsubiyyəti yoxdur. Bu qeyri-müəyyən yiyəlik də ola bilməz. Sözlərin dəyər qazanmırdı. Baxın, burada müəyyən yiyəliyi də araşdıra bilərik. Sözlərin in şəkilçisi var. Onun dəyər qazanmırdı olmur. Ona görə buradakı in mənsubiyyət şəkilçisidir. Yiyəlik deyil. Burada qeyri-müəyyən yiyəlik də, müəyyən yiyəlik də yoxdur. Yenə bu dərdlər qəlb şairini dilləndirəcək. Buradakı isimlər biri dərdlər sözüdür, biri qəlb sözüdür, biri də şair sözüdür. 3 dənə ismimiz var. Bizdən şərt isim istəyir. Dərdlər sözündən sonraki sözün üstündə, qəlb sözünün üstündə üçüncü şəxsin mənsubiyyəti yoxdur. Ona görə dərdlər sözü qeyri-müəyyən yiyəlik halda ola bilməz. Amma qəlb sözündən sonra üstündə hal şəkilçisi olmayan qəlb sözündən sonra sözün kökü burada nədir? Şair sözüdür. Şair, nih bu formada işləyirəm. Qəlb sözü nəyə bağlıdır? Qəlbin şairini. Bax, qəlb dilləndirəcək deyil. Yenə bu dərdlər qəlbin şairini dilləndirəcək. Qəlb sözü şair sözünə bağlıdır. Deməli ki, burada qeyri-müəyyən yiyəlik halda olan isim işlənmişdir. Testimin doğru cavabı D variantı olacaqdır. İnsan dostu dar gündə tanıyar cümləsində baxırıq. Qəşəng bir cümlədir. Y variantı. İnsan sözünün üstündə hal şəkilçisi yoxdur. Dost sözünə baxıram. Burada üstündə U şəkilçisi var. Güya ki, mənə elə göstərməyə çalışır ki, burada insanın dostu dar gündə tanıyar qeyri-müəyyən yiyəlik kimi götürməyə çalışır. Amma baxın, insan sözü burada nəyə bağlıdır? Tanıyar sözünə bağlıdır. İnsan tanıyar. Kimi tanıyar? Dostu sözü tanıyar. Ümumiyyətlə, dostu sözünün üstündəki U təsirli halda heç mənsubiyyət şəkilçisi də deyil. Deməli, testimin doğru cavabı D variantı olacaq. Y variantı sadəcə çaşdırıcı bir versiya idi. Gəldik, baxın, burada 35-ci suala. Bu 35-ci sual qəşəng bir sualdır. Deyir ki, hansı cümlədəki ilk ismin halını dəqiq müəyyən etmək olmur. Baxın, ana sevgisi qarşılıqsız olan varlıqdır. Burada yanında, ana sözünün yanında nə var? S var. Üçüncü şəxsin mənsubiyyəti var. İndi mənaya diqqət eləyin. Ana varlıqdır. Ana sevgisi varlıqdır demirik. Ana varlıqdır deyirik. Deməli ki, bunun halı dəqiq adlı haldadır. Qeyri-müəyyən yiyəlik halda deyil. Bunu sildim buradan. Kənd sakinlərin səyinə görə inkişaf edir. Kənd sözünün üstündə hal şəkilçi yoxdur. Sözün kökü sakin. Lər, cəm, eybəcər düşür, üzrlü sayarsınız. Sakinlərin, onun səyinə görə. Buradakı in özü yiyəlik hal şəkilçisidir. Heç burada üçüncü şəxsin mənsubiyyəti yoxdur. Digər tərəfdən yoxlasam, kənd neynir? İnkişaf edir. Gedib oradakı xəbərə bağlandı. Deməli ki, bu özü də adlı haldadır. Yiyəlik halda deyil. Sadəcə adlı halda düşünə bilərəm. Qış səhəri çox soyuq olan fəsildir. Qış sözü nəyə bağlıdır? Fəsildir sözünə bağlıdır. Qışın səhəri çox soyuq olan fəsildir deyə bilmirəm. Qış fəsildir. Sadəcə fəsildir sözünə bağlıdır. Deməli ki, bu özü də sadəcə adlı haldadır. Qardaşı gələndən bəri onlara getməmişdi. Burada qardaş sözün köküdür. Onun qardaşı, öz qardaşı mənasını ifadə eləyir. Qardaşı gələndən bəri onlara getməmişdi. Qardaşı sözü sadəcə mənsubiyyətdir və adlı haldadır. Qardaşı gələndən bəri qeyri-müəyyən yiyəlikdə götürə bilmərəm, müəyyən yiyəlikdə götürə bilmərəm, təsirlikdə də deyil, çünki orada mənsubiyyətdir. Ana həsrəti ilə bacarmır, hey ağlayır. Aha, doğru cavabımız olacaqdır Y variantı. İndi baxın, ana sözünün üstündə şəkilçi yoxdur. Sözün kökü həsrətdir. İ isə burada şəkilçidir. Yəqin ki, bunu burada fərqinə vara bilirsiniz ki, i şəkilçisi var.
İndi baxın, ana sözü həm ana həsrəti ilə bacarmır. Yəni kimsə o ana həsrəti ilə bacarmır. Yəni ananın həsrəti ilə bacarmır. Ana sözü həm şəkilsiz işlənib, i mənsubiyyət şəkilçili sözə bağlanıb, qeyri-müəyyən yiyəlik halda düşünülə bilər. Yəni kimsə o ana həsrəti ilə bacarmır. Bir də belə düşünə bilərəm də. Ana bacarmır. Ana sözünü bacarmaq sözünə də burada oxun istiqamətini səhv qoydum. Əslində oxun istiqaməti burada olmalı idi. Ana bacarmır. Nə ilə bacarmır? Həsrəti ilə bacarmır. Bu formada da düşünə bilərəm. Ana sözünü həm həsrəti sözlə əlaqələndirə bilirəm, həm bacarmır sözlə əlaqələndirə bildiyimə görə deməli ki, Y variantı testimin doğru cavabıdır. Yəni ana sözünü burada həm ismin qeyri-müəyyən yiyəlik halında, həm də adlı halda olan söz kimi düşünmək mümkündür. Ona görə də testin doğru cavabı olacaqdır Y variantı. Belə. Sonra gələk digər məqamlara. Yadımızda saxlayırıq ki, müəyyən yiyəlik halın iki sintaktik funksiyası var. İki dənə sintaktik funksiyası var. Bir, müəyyən yiyəlik hal işlənə bilər. Söz birləşməsinin asılı tərəfi kimi, asılı tərəf. Söz birləşməsinin aslı tərəfi kimi işlənə bilər. Necə işlənəcək söz birləşməsi? Soruşarsınız, ismi birləşmənin yoxsa feili birləşmənin? Hər ikisinin fərqi yoxdur. Həm ismi birləşmənin, həm feili birləşmənin aslı tərəfi kimi işlənə bilər. Məsəl üçün yazıram ki, bura mənim işim. İşim. Burada işim. Burada yiyəlik hal, yiyəlik haldır. Ad qrupu nitq hissəsindən əlaqələnib ismi birləşmə. Ümumiyyətlə söz birləşməsi istəyir aslı tərəf olsun, istəyir əsas tərəf olsun. O tərəflərdə dayanan sözlər müstəqil cümlə üzvü tərəfi kimi qeyd olunur. Bir də feili birləşmənin aslı tərəfində də yazaq. Məsəl üçün yazıram bura mənim. Mən sintaksinin bir yerdə daha çox əlaqədə izah eləməyə çalışdım ki, yiyəlik halla bağlı bütün məqamlar əhatə oluna bilsin. Mənim aldığım. Yadımızda saxlayırıq ki, ümumiyyətlə d üstəgən mənsubiyyət şəkilçisi yalnız feili birləşmə yaradır. Heç vaxt ismi birləşmə yarada bilmədiyinə görə, buradakı yiyəlik hal aldığım feili ilə əlaqəyə girib və feili birləşmənin aslı tərəfidir. Deməli, yiyəlik halın bir funksiyası söz birləşməsinin həm ismi, həm feili birləşmənin aslı tərəfində dayanmaqdır. İkinci funksiyası isə yiyəlik halın müstəqil şəkildə cümlənin xəbəri ola bilir. Çox işlənmir dilimizdə, amma yenə də işlənən məqamlardan biridir. Məsəl üçün yazıram burada kitab Əlinindir. Kitab Əlinindir cümləsində sözün kökü Əlidir, Əli. Burada nin yiyəlik halın şəkilçisidir. Yeganə funksiyasıdır ki, yiyəlik hal müstəqil şəkildə cümlənin xəbəri ola bilir, müstəqil ola bildiyi məqamı budur. Sonra, yiyəlik hal nə bildirir? Yiyəlik sahiblik məzmunu ifadə edir. Bəs hər zaman bu məzmunu ifadə edə bilirmi? Yox. Bəzi məqamlarda ifadə edə bilməyəcək. Nə zaman ifadə edə bilməyəcək? Yiyəlik sahiblik məqamı. Əgər insan anlayışına bağlıdırsa, məsəl üçün deyirəm ki, Həsənin atası. Yəni burada yiyəlik Həsənin onun mənsubiyyəti atası sözünün üstündədir. Yeri gəlmişkən yiyəlik mənsubiyyətə, mənsubiyyət yiyəliyə bağlı olur. Amma onlar hər ikisi biri digəri olmadan cümlədə işlənə bilir. Yiyəlik mənsubiyyət olmadan işlənə bilər, mənsubiyyət də yiyəlik olmadan işlənə bilər. Testlərdə ən çox çıxan versiyalardan biri də budur. İndi burada ata yiyəlik sahiblik məzmunu bildirir də, yiyəlik bildirir. Məsəl üçün mənim qələmim deyəndə qələm mənə mənsubdur. Amma ata Həsənə mənsub ola bilməz. Axı Həsən onun yiyəsi ola bilməz. Ona görə də buradakı yiyəlik hal yiyəlik sahiblik məzmunu ifadə eləmir. Sonra növbəti məqam yiyəlik hal qoşmalarla da işlənə bilir. Məsəl üçün deyirəm ki, sənin üçün kitab almışam. Məsəl üçün cümləsi kitab almışam cümləsində. Burada yiyəlik hal var sənin. Amma burada sənin üçün deyəndə burada hər hansısa bir mənsubluq yiyəlik anlayışı bildirmirəm. Sadəcə qoşmala əlaqələnibdir. Və yaxud belə saylarla əlaqələnəndə, məsəl üçün deyirəm ki, qələmlərin
qələmlərin üçü, qələmlərin üçü yazmadı. Tutaq ki, beləsi bir cümlə işlədirəm. Qələmlərin üçü yazmadı. Və burada qələmlərin yiyəlik hal, üçü onun mənsubiyyəti. Amma qələmlərin üçü deyəndə 3 qələmə mənsub deyil. Yiyəsi onun qələm deyil. Və buradakı yiyəlik halda yiyəlik sahiblik məzmunu ifadə eləməyəcək. Sonra yiyəlik halla bağlı növbəti məqam. Yiyəlik hal cümlədə istisna məqam olaraq təyin funksiyasında işlənir. Amma çox diqqətlə saxlayırıq bu məqamı. Testlərin davamlı bizə verdiyi məqamlardan biridir. Yiyəlik hal hansı funksiyada işlənə bilər? Təyin funksiyasında işlənə bilər. Amma təyin funksiyasında işlənən yiyəlik hal sadəcə əvəzlik ola bilər. Əvəzlik. Heç vaxt isim ola bilməz əvəzlik. Bütün əvəzliklər ola bilərmi? Xeyr, sadəcə biz, bizim, belə yazım, bizim, bir də sizin əvəzliklər ola bilər. Başqa heç bir əvəzlik və yaxud da heç bir isim təyin funksiyasında işlənə bilməz. Bu sadəcə onun istisna bir məqamıdır. Məsəl üçün yazıram ki, bizim sinif, bizim sinif səliqəlidir. Tutaq ki, səliqəlidir. Cümləsini işlətmək istəyirəm. İndi baxın, burada yiyəlik hal bizim bildiyim yiyəlik haldır. Yiyəlik hal nəyə bağlanmalı idi? Mənsubiyyətə bağlanmalı idi. İkinci tərəfin mənsubiyyəti düşübdür. Burada ımız mənsubiyyəti olmalı idi, bizim sinifimiz olmalı idi. Amma olmadığına görə, deməli ki, buradakı yiyəlik hal müstəqil cümlə üzvü kimi işlənəcək. Səliqəlidir. Nə? Sinif. Hansı sinif? Bizim sinif. Əvəzliyin istisna hallarda təyin funksiyasında yiyəlik halda işlənməsidir. Amma burada diqqətdə saxlayın. Elə birləşmələr olur ki, məsəl üçün bizim yerlər, bizim zamanlar. Yəni onlar məna cəhətdən ayrıla bilmədiyinə görə, məsəl üçün deyirəm ki, bizim zamanlar nə bilim, internet yox idi. Tutaq ki, internet yox idi. Beləsi bir dənə cümlə qururam. Burada, düzdür, burada da zamanlar sözünün üstündə mənsubiyyət işlənməyibdir. Amma biz hansı zamanlar deyə bilmərəm da. Nə zaman internet yox idi? Bizim zamanlar internet yox idi. Burada özü söz birləşməsinin sadəcə aslı tərəfində dayandı. Bizim zamanlar, bizim yerlər olanda yadımızda saxlayırıq ki, ikinci tərəfin mənsubiyyəti düşsə də, onlar bir yerdə təhlil ediləcək. Sonra gələk yiyəlik halla bağlı digər məqama. Yiyəlik halın frazeoloji birləşmələrə təsiri. Ən çox testlərə düşür sadə cümlənin şəxsə görə növləri mövzusunda. Diqqətdə saxlayırıq. Əgər cümlədə yiyəlik hal varsa, yiyəlik hal tapmısansa, onu mütləq mənsubiyyət şəkilçili sözü ilə əlaqələndirib bir yerdə cümlə üzvü götürmək lazımdır. Məsəl üçün testlərdə gəlir. Mənim bu işdən gözüm su içmir birləşməsi. Baxın, gözü su içmək, bunu bilirəm ki, bu bir frazeoloji birləşmədir və bunlar hamısı bir yerdə getməlidir. Bu öz yerində. Buranı götürdüm, tutaq ki, gözü su içməyi, tutaq ki, mən götürdüm cümlədə, xəbər funksiyasında və bir saniyə. Tutaq ki, mən gözü su içməyi bir yerdə xəbər funksiyasında götürdüm. Yəqin ki, səliqəlisizliyi nəzərə alarsınız. Mənim yiyəlik halı var burada. Mənim yiyəlik halı nə ilə bağlıdır? Hansı sözlə bağlıdır? Mənim gözümdür da, düzdürmü? Bu buna bağlıdır. Çünki yiyəlik mənsubiyyətinə əlaqələnməlidir. İki funksiyası var idi. Onlardan biri söz birləşməsinin aslı tərəfində idi. İndi baxın, gözüm sözü özü frazeolojinin tərkibindədir. Mənim sözü də məna cəhətdən ona bağlı olduğuna görə, qrammatik cəhətdən bağlı olduğuna görə yiyəlik mənsubiyyət. Elə bu cümlə yalnız nədən ibarətdir? Yalnız xəbərdən ibarətdir. Baxın, yalnız bu formada. Həm sintaktik təhlildə çox istifadə olunan variantlardan biridir, həm də şəxsə görə növlərdə feil, nədir? Cümlə şəxsiz cümlədir və özü də yalnız xəbərdən ibarət olan bir cümlədir. Sonra yiyəlik halla bağlı digər məqam. Yiyəlik hal yadımızda saxlayırıq ki, təsriflənən feillə əlaqələnməz deməli. Yiyəlik hal, buraya x işarəsi qoyaq, mümkün deyil. Əlaqələnməz nə ilə? Təsriflənən feil. Təsriflənən feillə də əlaqələnməz. Sonra nə ilə əlaqələnməz? Feili bağlamaqla da əlaqələnə bilməz.
feili bağlamala da əlaqələnə bilməz. Sonra bəzi əvəzliklərlə məsəl üçün əlaqələnə bilməz. Məsəl üçün yiyəlik hal şəxs əvəzliklərlə əlaqələnə bilməz. Testdə düşərsə götürə bilərsiniz. Nəyə görə əlaqələnməz? Ümumiyyətlə yadınızda saxlayırıq ki, yiyəlik hal yalnız mənsubiyyət qəbul edə bilən sözlə əlaqələnər. Ona görə də məsələn təsriflənən feillər feilin şəkilləridir, sadə şəkilləridir. Mənsubiyyət qəbul edə bilmədiyinə görə yiyəlik halı onunla əlaqələnə bilmir. Feili bağlama mənsubiyyət qəbul edə bilmir. Şəxs əvəzlikləri mənsubiyyət qəbul edə bilmir. Qeyri-müəyyən əvəzliklərin içərisində, işarə əvəzliklərinin içərisində elə əvəzliklər var ki, onlar mənsubiyyət qəbul edə bilmirlər. Yəni mənsubiyyət qəbul edə bilməyən nə varsa yiyəlik hal onlarla əlaqələnə bilməz. Bunu da diqqətdə saxlayırıq. Bir dənə qaldı qeyri-müəyyən yiyəlik halın işlənmə məqamı. Qeyri-müəyyən yiyəlik halın cəmsi bircə dənə sintaktik funksiyası var. Yeri gəlmişkən söz birləşməsinin tərəfində dayanmaq özü də bir sintaktik funksiya sayılır. Biz adətən elə bilirik ki, sadəcə cümlə üzvü olmaq sintaktik funksiyadır, amma belə deyil. Söz birləşməsinin tərəfində dayanmaq özü də bir sintaktik funksiya sayılır. Qeyri-müəyyən yiyəlik halın bircə dənə sintaktik funksiyası var. Məsəl üçün yazıram bura vətən bağı, vətən bağı. O da söz birləşməsinin aslı tərəfində dayanmaqdır və yaxud da ismi birləşmənin aslı tərəfində dayanmaqdır. Vətən bağı, bax burada vətənin bağı ismi birləşmənin aslı tərəfidir. Heç vaxt müstəqil şəkildə cümlə üzvü də ola bilmir. Belə biraz dərsimiz geniş oldu, əhatəli oldu, amma maksimum dərəcədə mən yiyəlik halına bağlı hər bir şeyi izah eləməyə çalışdım. Yenə də nəsə sualınız olarsa şərhlərdə qeyd eləyə bilərsiniz. Sağ olun.